Birinci sifarişimiz geldi. Sabit Orucu, Bravo Market. Götürək. Sadəcə indi buradan baxım görüm ora necə dönüm. Yəni qıraqda saxlayaq. Elə bir yerdə gəldi. Məncə o Xətaydakı Bravo deyə. Saxlayaq burada. Bravo Market açaq görək. Hansı tərəfə gedirik? Hardan dönək? Necə eləyib? Ola bilsin ki buradan qayıtdıq. Hə dostlar, salam, hər vaxtınız xeyir. Bayram günüdür, çıxdım işləməyə. Deməli, və birinci sifarişim gəldi. Bravo'dan, Yusif Səfərovdan. Amma buradan bir dənə yol var. Bir dənə orayla keçək, çünki biz qayıtmalıyıq geri. Belə dostlar, necəsiz, başqa nə var, nə yox? Ora, ayda. Mən oradan keçməliydim. Məcburam indi krug vurum. Heç nə 1.2 kilometrə görə protiv getməyək. Necəsiz, nə var, nə yox? Çoxdan da yox idim. Və necə deyərlər, çıxdım bugündən işləməyə. Deməli, həm orucluqdur, hər oruc saxlayan Allah qəbul eləsin. Həm bayramdır, Novruz bayrama görə tətillərdir. Gördüyünüz kimi çox zəifdir. Mən gör nə vaxtım, 20 dəqiqədir yol gəlirəm. Hər ikisini açmışdım, Bolt'da. Birinci sifariş Bolt'dan gəldi. Gələ indi Bolt'u bağlayayım. Belə dostlar, gedək çataq. Yenə də bir-iki də eyni suallar var ki, hansı ki təkrarlanır. Onları cavablandıracağım. Deməli, yazılar 16-15 yaşında işləyə bilərəm. Volt'da yox, işləyə bilmərsiniz, yalnız 18 yaşında. Bu dəqiqə mən bilən qeydiyyat yoxdur. Yalandan özünüzü aldatmayın, kiməsə pul verməyin, gözləməyin. Hal-hazırda, yəni martın 28-idir səhv eləmirəmsə. Yəni bu dəqiqə qeydiyyat bağlıdır. Yalandan eləməyin. Özünüzü salmayın, kiməsə pul verib qoşmayın. Hansı flitə mən işləyirəm, necə qoşulaq, onu artıq demirəm, çünki da keçdi o günlər. Heç kimi də qoşmuram. Kim hansı flit tapırsa özü bilər qoşulsun. Yəni kimə necə sərf eləyirsə, mən işləyirəm 80-ın 20-yə. 20% olaraq qalır, 80% mənə qalır. Bax belə. İndi davam edək, ora çatanda qoşularıq. Bravo'dan sifariş gəlir. Bir də ki, tələbat aşağıdır. Gəlmişəm şəhərə. Elə şəhərdə tələbat aşağıdır. Görə Əhmədlizad zonası çox zəif olar. Həm də ki, nə yaxşıdır bu bayramdır deyə. Yollar boşdur, belə tıxaclar yoxdur. Görək də, görək işləyək bir. Olmasa 5-6 dənə sifariş götürək. Ola, görün, o boyda sifarişdir. Görək, hardan götür? 277. Soruşaq. 277. Dedilər, o birisi tərəfdə. Mən də bu biri girişdən gəldim. Biraz Bravo'nun içində də çəkək istəyəcəm. Şu 3 tane belə paketdə götürdük. Gedək o biri tərəfə. Və burada proverka nə deyə, burada nə istəyir ki, burada benim içki zadı var, balon, sigaret var. Okey. Baxarıq, yəni 18 yaşına qədər, 18 yaşında, daha doğrusu 18 yaşına qədər, yəni sigaret içki götürürsə, düz deyib, bağlıdır, mən nə bileyim bunun içində nə var. Amma indi güya şəxsiyyət vəsiqəsini yoxlamalısı, amma baxacam da adama, yəni görüm necə. Getdik. Mərcilərimi fırlatmadılar. Yox, burada bir nəfər fırlanırdı mən şeyin yanında. Burada əzləsi, dağlası bir şey yoxdur. Ona görə hamısını fırlayamoy belə yerləşdirir. İndi bu bir neçədirsə qiyməti yəni azdır. Ona görə bilməm yaxındır arası. Tak 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 tak. Panorama Residence. Bilmirəm, aradı gedə görək. Buradan neçə kilometrdir.
Hə, 960 metrə. Hə, ilk sifarişimizdir. 1 manat neçəsə qəpiyi verir, 70 verir, neçə verir. Gedə görə heç bayram qiyməti deyil, amma deyim sizə. Gəldik, biz çatdıq 4-cü bloka. Bomboşdur. Sağ olsun, yenə buraxdılar mənə. Gedək biz şeyliyək. Birinci sifarişimizi çatdıraq. Deməli, salam bir də hamıya dostlar. Yəni kanala abunə olun. Nə sualınız varsa kommentdə yazın. Bir də ki, əgər videonu xoşunuz gəldisə bəyənin, like qoyun. Birinci sifarişimizi çatdırdıq. Lift gələnə qədər boyda deyə bura ərazi. Nə qədər evlər var, binalar var, gözləyək. Bağladıq. Nə oldu? Riyadımdan çıxıb. Bunu bağladıq. Burada sınmayın görəcəksiniz. Biz də çıxaq gözləyin növbət sifariş. Ceyranım durub burada. İlk sifarişimizi çatdırdıq. Gördüyünüz kimi tələbat çox aşağıdır. Gedək sürək 28 tərəfə. Bir dayanaq bir yerdə voltu da qoşaq. Bəlkə ikisindən nəsə çıxdı. Yoxsa çox zəifçilikdir. Çox yəni dəhşət boşluqdur. Sürək gedək görək. 2-3 dənə sifariş heç olmasa 4 dənə zadı. Belə bir gəldi, bir 3-4'ü də gəlsə, olmasa bir dənə normal video çəkəkdə, yoxsa bir abırçılıq deyil. İstəmirdim, çıxım belə şeydən, nədə onun adı, bu bayram günü, orucluq günü. Boşluq olur, dəhşət zəifçilikdir. Çox istəmirdim, amma indi necə deyərlər, sizin üçün çıxıb video çəkmək, kimisə saxladıq. Çəkmək üçün dedim çıxım, həm də biraz özüm də fırlanım, çoxdan da motosiklet sürmürəm. Motosiklet də nə gündə idi, toz torpaq içində gəlib də Moykaya da salım yum. Keçək buralara, bu bagaj nədiliyini deyilən yer var burada. Keçək bura, yox, arkanın içidir. Bura deyil, növbətidir, sorry. Gözləyək dostlar, növbəti sifariş gələn kimi qoşularam. GoPro stop video. Deməli, Bolt Food'u da açmışam, 1.5 göstərirəm sal. Bura 1.6 göstərir. Amma ki, deyəsən burada da zəifçilikdir. Göstərir ki, xəritə bura qırmızı zonadayım da, yəni sifariş çox olan zonadayım. Amma ortalıqda bir şey yoxdur. Volt'u da açırsan, Volt'dur ki, tələbat çox aşağıdır. Gözləyək. Bir dənə belə zakaz gəldi. 8.2 bayıl tərəfə götürək. 5.67 Volt'u bağlayaq. Onsuz da boşluq deyək. Qardaşlar, durub burada gözləməklə şey yoxdur. Gedək bayıl tərəfə. Depi parfüm. Yeri hardadır? Hardasa buralarda deyək. Açaq. 5.67 8 km normaldır. Deyər. 2.5 km. Dilarə Əliyeva, bu haradır? Bakı Dəmir Yol Bağcalı, vay bilə. Nəysə, gedək. Ora çatanda qoşularıq təzdən. Deməli, LG Y2-nin yanındadır. Bura parkingə girdim, belə vağzalın arxası deyək də. Gedək, götürək, Hermes. LG Y2-nin içərisində yerləşir. İçəriyin kesin yanına zəhmət olmazsa. Məkandan, Gedək Y2 aşağıda da idarə bilsəydim, orada bir yerdə saxlayıb peşkəm keçərdim. İndi buradan düşmək var. Nəysə, gedək ayaqla biraz. Tapdım, axırı belə yaxın imişdi. Hermes götürürük və çatdıracaq. Gedək parkingdə, motosikleti parkingdə saxlamışam. Y2-nin içinə girirsən, düz keçirsən, sonra sola. Bu şey tərəfdən, vağzal tərəfdən. Balaca bir dənə yerdir. Amma işləyir də. Heç nə. Tez şeyləyək. Götürdük bunu.
Bilirəm ki, Bayıl tərəfə gedirik. İndi buradan çıxaq. Navigator bir də görsən gicdir konkret. Neyse, aç görək. 6.6 kilometr göstərir. Normaldır. Buradan Bayıla rahat da parkingdə belə deyə saxladıq. Gedək ora dostlar. Bu ikinci sifarişimizdir. Yavaş-yavaş götürürük. Salam. Deyirəm bayram olmağın həm üstünlüyü var, həm mənfi var. Üstünlüyü odur ki, şəhərdə maşın çox azdır. Mənfi isə odur ki, işdə azdır. Sifarişlər də azdır. Ona görə belə dostlar. Bu yerləri də gəzirik, 28 mayın üstüdür. Zavaqzalya tərəfdir buralar. Köynə yerlərdir bu. Köynə Bakılılar tanıyır buranı. Burada aptavoylar, nə bilim, paltar, maltar. Əvvəl vapşi dəyişət idi. İndi biraz müasirləşib. Əvvəl vapşi bura. Yavaş. Sən neyinirsən ay qaqış? Ay samakat sürən. Stop deyə sən də girəcəksən. Bu adımcanlığa vırıb aşırdacaqlar. Getdik dostlarım. Dediyim kimi ikinci sifarişdə gedək yavaş-yavaş. Çatanda qoşularıq Allah qoysa. Siz o arada bir dənə like qoyun, bir dənə bəyənin, paylaşın və abunə olun. Abunə deyilsə. GoPro stop video. Yavaş-yavaş gəlirik bulvar tərəfə. Buradan bir dənə iyi gəlir, dənizin iyi. Lap darıxdım dostlar. Darıxdım dəniz üçün, inanırsınız. Bir dənə gözəl iyi gəlir buradan. Ləzzət eləyirik. Yollar yenə də dediyim kimi boşdur deyə, super. Gedək oradan o sifariş çatdıraq, təzədən qayıdaraq mərkəzə bu tərəflərə. Buradan tutaq da indi bir nə verir yavaş-yavaş. Saat neçədə? 12:37. Bura qədər gəldi, yaxşıdır. Yolu bağlayırlar, dayanmışıq. 12:43. Hə dostlar, bir 10 dəqiqəlik, 15 dəqiqəlik dayanmışlar, trası idi, keçirlər. Sonra indi yavaş-yavaş Bayıl tərəfə gedirəm. Neçə gəl? 1.7 kilometr yolum qalıb. Yavaş-yavaş sürürük. Buralar bomboşdur, ləzzət eləyir. İndi qaydanda Allah qoysa tıxac olmaz da boşluq olan. Dövlət bayraq meydanı. Gör nə qəşəngdir. Buralar ümumiyyətcə gözəldir. Dostlar, bunu da bitirdik, amma çox hardasa yarım saat gəldim. Çünki niyə? Tras idi deyə yolu bağlamışlar. Elə qardaş sağ olsun, özü düşdü, götürdü. Aha. Nədir belə? Yox. Həblayı gördüm, elə bildim sifariş gəldi. İkinci sifarişi bitirdik, qaydaq 28 tərəfə. Deməli dostlar, sifariş yoxdur. Sağda bir sifariş gəlir. Ben qaydıram yavaş-yavaş şeyə. Üzü o tərəfə. Görün, yol üstü sifariş versə götürərəm, verməsə bitirəcəm. Çünki yəni boş-boşuna bax, saat 1'dir. Yəni 2 saata 2 sifariş aparmışam cəmi. Onu da yarım saatın ancaq yollarda dayanmışam, bağlı olub, ora-bura. Neyse dostlarım, yenə dediyim kimi bir çox suallar var. Çalışacağım onları cavablandırım yenə də. Çünki nə qədər çox cavablandırırsan, yenə də həmin sual verirlər. Çox xahiş edirəm, yadda saxlayın. 17 yaşında, 16 yaşında, 15 yaşında, yəni Volta qoşulub işləmək olarmı? Fleet olmaz. Böyünü deyə bilmərəm. Böyün deyəsən 16 yaşından olar valideyn razılığı ilə. Amma şeydə, nədir onun adı? Fleetdə olmur elə şey. Fleet yalnız 18 yaşında. Fleet nə deməkdir? Yəni 80-dan 20-yə işləyirsinizsə. Bu. Yəni o deməkdir. Başqa sual gəlmişdi. Bu çanta, mənim qara çantam var. Hardan sifariş vermişəm? Temudan sifariş vermişəm. Doludur. Girin yazın, termo çanta yazın, termo sumka yazın. Nə istəyirsiniz də? Termo, nə bilim, şey üçün, biraz böyüyün alın, çalışın. Orada bir neçə razmerlər var. Balaca da var. 7 manata var, 6 manata, 5 manata. Onlar balacadır. Səhv eləmirsən 15 yoxsa 17 manata almışam. Böyüdür məndə. Rahatdır. Nəyə görə almışam onu? Sumkanı bağlayırsam motosikletin üstünə və nədir onun adı? McDonald's-a da girəndə sifarişi götürməyə. O termo çanta ilə girirsən və salam. Heç kimin sənə sualı olmur. Külək də danışmağa imkan vermir.
Deməli gedirdim, qaydırdım zəhmətliyə. Blue Residence-dən gəldi sifariş. Götürdüm onu da. O da yaxın yer olmadı. 2 manat neçə qəpik. Götürək. Bəlkə bu tərəflərdən Blue Residence-dən verər. Çatıram da, bir şey qalmayıb Blue Residence. Çatdıq burada. Təmir gedir elə burada. Saxlayaq buralarda bir dənə tez. Sifarişimizi götürək. Özdəki hazırdır sifarişimiz. Gedək götürək onu da. İyiyə baxı, bitin vırılayıq deyə. Sən parking var aşağıda, su buraxır ora. Gedək nömrəsinə baxaq. 262. Ayda, nə ayaqlarım yapışqan olmaz. Hamısı baxır yanından keçirir. 262. Sağ ol. Davul nisbətlə nə olub? Baxırlar yanımdan keçirlər. Elə bir ki görmürlər. Dəhşətizm deyə. Bunlar nə vaxt öyrənəcəklər işləməyə, kuryerə elə baxırlar, elə bil ki, kuryer adam deyil. Güya özləri, nə bilim, yüksək vəzifədə zətdə çalışırlar. Siz də xidmət sektorusunuz, biz də xidmət sektoruyuq da. Güya belə baxanda nə olur ki? Dədəm vay, nə bilim, haradır bu, hansı tərəfə? Adresi izah etmə. Nə danışır bunlar? Lokasiya səhv binanı göstər, adresi izah etməyim üçün zəhmət olmasa zəng vurardınız. Belə şey olur, lokasiyanı düzgün vurun da. Maraqlı adamlar deyil, lokasiya səhv göstər. Səhv göstər, zəhmət olmasa düzgün lokasiyanı vurun da. Hədə yaxşı da. Cavanşir. Nəsə, görə hara geyrik. Deməli, bu sifarişdə verdik. Sağ olsun 1 manatı çayı saxladılar. Deməli, yazmışdı xanım. Yenə də sağ olsun yazmışdı ki, konum səhv göstərir. Sonra WhatsApp-a yazdım. Göndərdi, düzü gəldim. Mağazada hamısını bağlayaq. Amma yolda nəsə dəhşət çaşmışdı konum. Hara gəldi göstərir. Hələ ki açıq qalsın. Sürək mən Moykaya getmək istəyirəm. Motosikletə yum. Yol üstü versə sifariş götürəcəm. Yox, əgər bir dənə canavarımı yumaq istəyirəm. Çox pis gündədir. Dostlar, bir dənə də sifariş gəldi. McDonald's Blue Residence-dən. Lop yaxşı. Gedək götürək. Niyə də yox. Gedək qabaqdan çıxaq o tərəfə. Yenə də üst deyil də verdi sifarişi. Yenə bu tərəflərə harasa gələcək. O arada kanala abunə deyilsə kanala abunə ola bilərsiniz. Takipçi ola bilərsiniz. TikTok'dan öyrənmişəm bu sözü. Takip atın. Sualınız varsa kommentdə yaza bilərsiniz. Bir də bəyənin, zəhmət olmasa videona biz davam edəyək. Görürsünüz, belə çıxdım, iş yoxdur, amma yavaş. Ya bilir ki, mən Moykaya geçsəm Moykaya imkan vermir gedim. Yavaş sifariş atır. Biz də neyini götürək də, buradan burada olsun. Burada 2-2-3 sifariş versə lap əla olar. Gedək McDonald's Residence, sevimli yerimizə. Elə nidavollə üzlən adama sifariş verirlər. Yenə də Allah köməkləri olsun, nə deyim. Ola bilsin ki, bəlkə kimsə indi oruç saxlayır, acdır da, insandır da. Amma ki, bilin, biz də kuryer, biz də insanıq da. Yəni, biz də eyni oruç da saxlaya bilərik, dərdimiz, problemimiz də. Yəni, buradan yox, başdan yuxarı ola bilər. Ona görə bir-birimizə hörmətlə yanaşaq, bir-birimizə yəni çalışaq ki, ən azı agresiv demirəm, hamıya gülün zadə, yox, amma ən azı bir agresiv olmayaq da bir-birimizə qarşı hörmətlə yanaşaq. Getdik. GoPro stop video. Buranı da təmir edirlər. Bir tom zad vururlar, bir dənə iyi var. Gözləyək, elə 4 dəqiqəmiz var sifarişin hazır olmağına. Gözləyək, hava yaxşıdır, pis deyil. Motosikletin yeri günə qoyublar. Hazırdır bizim sifarişimiz. Gedək onu da götürək. 264. Yorulmayasız. Əyməz. Salam.
Hə. Çağırmaq lazımdır, yoxsa gələn olmur. Yoxdur, bura baxan. Bir dənə də belə balaca sifariş götürdük. Bunu da ataq bura. Hocanın balaca, Mıkının balaca sifarişləri, Mıkının. Getdi belə. Bu da bir getdi belə. Tak, Şıxlinski. Aha. Şıxlinski tərəfə gedirik. Gedirik o tərəflərə. Görək neçə kilometr, 2-3 kilometr olmalı. Bu mənim maraqlıdır. Offline-da da olm özülürsən. 6-7 kilometr bu hecmin başın bura Rahim Məmmədov. Ukrayna dairəsinin üstü. Okey, getdik. Görürsünüz, bu göstərir 6 neçə kilometr, amma mən bir dənə kəsə yolla gedəcəm. Az olacaq, 3 kilometr, 4 kilometr. Bax, həmişə navigatora açın, baxın son nöqtə haradır. Təxminən də indi baxın da nəyə yanıdır. Tuta bilmirsə ətrafına baxın da, mağazin, yəni nəsə də indi bir yer olmalıdır ki, tanıdığınız. Bax, ümumiyyətcə çalışın tanıdığınız ərazidə işləyin o heç. Və çünki 6.7 kilometr göstərdi. Mən isə gəldim tanıdığım yoluna 3.6 kilometr 8 dəqiqə. Bəs salam, biz də gedirik qısa yollarla. Yoxsa krug ver, ora, bura, ora, bura. Nəyə lazımdır? Rahat geyirik də. Yaxşı ki, baxdım, təxminən gelin Yapıl dairəsi tərəfə. Yolumu tutursan, navigator var açıq, amma yolumu tut da, yəni getdiyin yer. Çatdıq bura. Buranı göstərir. Burada xanım da yazmışdı. Bu Nur Marketi yanım. 4 mərtəbəli bir dənə bu da 1-1-1-2-də görək. 4 mərtəbəli də pis deyil, ha deyim sizə. Xudmani belə tikili. Düppədüz gəldim. Bağlayaq bunu da. Bu qədər elədi, gördünüz. Gedək yenə planlaşdırım kimi. Üzümüzü tutaq Moykaya tərəf. Gedək Moykaya çataq. Sifariş zat gəlməsə yox, o ilə də bitirək dostlar. Hə, yazın kommentdə bəyəndiniz yoxsa yox. Gör neçə vaxtı çıxmıram, amma dəhşət zəifdir. Çox zəifdir. Yəni belə zəif olmağı saatda bir dənə, 2 dənə maksimum sifariş verir. O da heç marağı yox deyə. Yəni marağı adam soyur. Bir dənə sifariş gəldi. 1-2 dönər Həz Aslanovdan. 1-2 dönər Həz Aslanov. Götürək. 1-2 dönər. Şeydir, bir də bu şəhərlə buranın bu şeyində, nədir onun adı? Bu, belə deyək də, Əhmədli zat bu zona. Fərqi deməli nədədir? Şəhərdə hər şeyi düzgün vururlar da, konumu da düzgün vururlar, şeyi də, adresi də yazırlar, bloku, mərtəbə, mənzili, hamısını düzgün yazırlar. Amma bilmirəm, buralar niyə belədir? Səhv yazırlar da hər şey. Gah konum düzgün deyil, gah ümumiyyətcə yazmırlar. Hər dəfə gələ yığmalısan. Amma şəhərdə 90% yəni düzgündür də belə deyil. Burada amma tərsinə 90% səhv olur. Yemək də hazırdır. Şeydir, nədir onun adı? 10% düz olur. Neyse gedək bunu da götürək. Hə, deyirəm, bitirim, yenə verir. Versin sifarişləri. Moykaya gelib, elə bir ki, eşidirmə. Bilir, Moykaya gedəcəm, sifariş verir. Çatdıq 1-2 dönərə. Görək hazırdır yoxsa ya. Burada gec hazır olur. Bilmirəm niyə bunlar gec hazır verir. Elə olur ki, hazırdır, heç vurmurlar. Yüzdədir, yükləndə. Hə, hazırdır. Nə höcəb? Gedək götürək. Hə, bayramdır deyə sifarişlər çox deyil. Çox vaxt hazır olan sifarişi də vermirlər. Gedək götürək. Götürdük belə bir dönəri. İndi baxmaq lazımdır ki, hara girir? Hə, kvadratlar tərəfə. Oxuyaq. Ünvanı tapa bilməsəz, hə. Taparıq Allah qoysa, gedək. Həz Aslanovdur, çox vaxt
buralar soxa-soxanlar. Ne boşluqdur, pis deyil. Bu sifariş yaxın sifarişdir, 940 metrə. Elə bura gəlmə kilometraj vaxt aldı. Belə amma 940 metrə kvadratlara gedir, ikinci kvadratlara. Bu həz aslandı. Bu neyinisən? Bax, düz əməlli yolla sür də. Yox, gələ elə protiv sürərsən. Bu maşın saxlamaqda var. Hey, dəyişəcizm deyir. Dəyişəcizm. Dön, dön. Dön, onsuz da tıxacıdır bu yol. Neysə, gedək. Çatdıraq bunu da. Yox, kvadratlar deyilmiş, novastroykaymış. Bu sifarişdə verək. Dostlar, orada kanala abunə olun. Nə sualınız varsa kommentdə yazın, bəyənin, paylaşın. Gedək. Belə balaca lifti təmirdən çıxmış. Amma sovet liftidir. Prosta içini təzəliyib. Bax, balaca lifti belə bir dənə sifariş aparıq 1-2 dönərdən. Bu sifarişi də bitirdik. Bağla. Burada internet ola bilsin ki, çox zəifdir. Hə, dostlar. Bugünkü işi bitirdim mən. Gedirəm evə. Gərim Moykaya girə bilsəm girərəm, yox. Gedirəm evə. 5 ya 6 sifariş oldu. İndi burada görəcəyiz. Hər şey yazılacaq. Nə qədər qazandım? Hə, 1 manatda çay boyum oldu. Sağ olun. Kim baxıbsa bu vaxta qədər, yəni videonun sonuna qədər sizə təşəkkürlər. Bir dənə bəyənin, paylaşın. Abunə deyilsə bir dənə abunə də olun. Və gedim mən yavaş-yavaş. Yenə də deyim ki, lap super oldu, yox. Amma yenə də olmamaqdansa, yəni şəhərdə ümumiyyətcə sakitçilikdir. Bu tərəfə gəldim, verdi sifariş. Hatta mən əksinə gözləyirdim ki, tərsinə olacaq da, yəni şəhərdə sifariş olacaq, burada amma zəif. Getdik dostlar, sağ olun, özünüzdə müğayət olun, sağ olun.